Ola bilər biri sizi Allahın məqamına and versin. Söhbət düşüb, deyir, and içirəm Allaha, məni burax. İnanmırsan mənə, mən bu işi görməmişəm. Allaha and içirəm, sən demə, yox, mənim nəyimə lazım, nauzubillah. Allah nədir? Yox, mən qəbul eləmirəm. Sənə Allah and verir. Düşmən deyil ki, müsəlman, mömin qardaşındır. O da İslam məhkəməsində bəzi yerdə iş o yerə çatır, məhkəmənin sədri and içməklə o adamı məhkəmədən buraxır. Şahidlər olmasa, əldə fakt, subut, dəlil olmasa, and içməklə onu buraxır. And içəndə də nə and içir? Allahın andına, adını and içir. Əgər yalandan and içsə, Allahın adını ortaya gətirsə, nə etmişdir? Allahı hörmətsiz etmişdir və cəza gələcək. Bilsin, yalandan and içən bəla gələcək. O da bizim dinimizdə var. Çalışın, hətta maksimum nə qədər bacarırsınız, halal işlərə belə and içməyin. Düzsən, and içmə. Ticarətdə alıverdi olanlara xəbərdarlıq ediblər. Mallığı satmaqdan ötürü Allahı ucuz eləmə. Qiymət neçədir? Allah and olsun. Mal necədir? Allah and olsun. Hər dəfə mal haqqında bir dənə cümlədir, ondan and içir. Eləməyin bu işi. Məcbur qalmasanız, Allaha and içməyin. Allahın adı ortaya gəldi. Qardaş, sənə and verirəm Allaha. Allahın adı gəldi. Bacarırsan o adama yox demə.